Deməli dostlar, hazırlaşdıq. Gedirik səhər çörəyimizi yeyək. Damla işi davam edək. Səhər çörəyi nə deyim ben? Zavtrıkı demişəm. Gedirik zavtrıkımızı eləməyə. Rusiski bacım. Gel Murat. Cunlar bir dənə çox danışma. Bir dənə kameraya bassan Allah. Inna Station. Bax, bax. Hanı? Sonra dersin bacım çöktü. Nəyi çöktü mənim bacımın? Arıq qırıq qızdı. Biz baxaydıq da bir saçıyan makyajıya. Biz YouTube izləyicisi olarak. Niye qəşə qalır Allah haq? Bir çay vericim mən, bir çay vericim mən. Min bir qızın içində. Axır şu günlər yerin təslim elədi. Şükür. Bu? Oo. 50 manatı başına ödüyor. Nerede? Çok nahaq yere. Çok. Gördün bu. Dünya dağım ülkəyə gedirəm, yolu bağlayıram burada. Hə. Yok, yolda. Ev yok biz ondan da məşəsən ondan bir başa sözü Burada danışırıq. yaşayırsınız da taksi girir, bəlkə en rahatı ilə içəridə gözləməkdir. Bənə. Çölü yolu bağlayıram, maşın gəlib gedər bilmir. Bu nədir bu? Görən iyi belədir dostlar bu komendör. Deməli qızlar gəldik Buta restoranına. Səhər yeməyinə. 50 dəfə dedim səhər yeməyinə. Tip. Ne axtarırsan şey? Çəkiliş eləyəsən, verib telefonu get YouTube çəkiliş elə. Səsləndirə bilərsən. Verim YouTube'u get səsləndir. Həqi, istəyirsən? Tamam. Çok sağ olun. Bizi sergi mi? 4 nefer. He. Başka ne? Sağ olun, istədim. Verim get. Harda çəkəcəm, harda tərəf? Haran seçmək istəyirsən? Balığa. Yaman xoşladın Yunus restoranı. Əsas yeməkləridir dostlar. Əsas yeməkləri qəşəng olsun, hə? Murat dedim onlara. Niyə? Oturaq orada. Dedim ona bakacağım. Hə, git bax, sən orada otur. Bunlar da yaman çokları. Bak. Neyse üçüncü geldi. Sen çəkmək istəyirsən? Çəkmək istəyirsən? Bağlıdır, bağlı. Baxlıdır. Deyərəm. Duranda deyərəm. O sən mənə demişlər. İnternet maksat canım. İnternet dedim. Tamam dostlar. Gördüyünüz kimi belə mənzərəmiz var. Həqiqətən çox qəşəngdir. İndi belə kamerada normal düşmür çox. Amma buradan belə baxanda yəni çox qəşəng görsənir. Gözün yaxından çəkim. Çox mükəmməldir. Görə biləcəyiniz ən qəşəng yerdir. Mənzərə olaraq çox qəşəngdir. Belə həqiqətən kameradan normal düşmür çox da, amma belə real gözlə görsəz, şoka düşərsiniz ki, bu nə mənzərədir. Yəni çox mükəmməl yerdir mənzərəsi. Belə fırladım baxın. Yaxından zaten falan çəkim. Belə dostlar. Sağ olun. Deməli dostlar, Hüseyin telefonumu götürüb, qəşəng səsləndirmə edib. Mən də qulaq asmamışam. Oradan da bir dənə fındıq baxır. Qəşəng 10 dəfə dedim sözüm. Səsləndirmə edib. Mən də videonu montaj eləyəndə sizlə bərabər qulaq asacağam, görüm nələr danışıb. Nələr. Bizim uşaqdakı diyetdədir, yemir. Murat, niyə çörək yemirsən? Yemək video qaqa. Bismillahirrahmanirrahim başlayır, yoxsa ancaq səni çəkəcəm. Pomidor yumurtamız da dostlar sazda verilir burada. Yenə deyirəm, mənim üçün əsas dadı qəşəng olsun. Saçqaları biraz soyuq idi, amma pomidor yumurtaları sisli gəldi. Görək necə dadır. Göz haqqımızı halal edin. Çox sağ olun. Deməli qızlar, çayımızda simavar çaylı. Simavarda verirlər çayı burada. Həqiqətən 4 nəfərlik set 48 azyen ilə. 48 azyen olmağına baxmayaraq, həm qulluqları çox keyfiyyətlidir, həm personalı çox gülərüzlü və ən əsası da yəni çeşid olaraq çox boldur. De görək necədir? Xoşuna gəlir? Yiyib baxmaq lazım. Bəyirsən də. Hələ hazır deyilsən.
Və bir də belə saskadır bu, kalpasadır, sucukdur. Mən özüm də tutanmadım, amma elə bir şeydir. Deməli dostlar, mənzərə yəni mənzərələri həqiqətən çox qəşəngdir. Bu da aşağısıdır. Burada da nəsə pişinti gedir. Yəni demişəm sizlər üçün hazırlasınlar. Tapşırmışam. Özü də belə meşəlikdir. Şurayın Sivas yaxınlandı, heç nə işləyir. Hüseyin də səhərdən çəkiliş edir dostlar. Hələ ortaya nəsə çıxmayıb. Hani deyilmişsiniz yəni? Hüseyin yaxşı çəkiliş edə bildin. İndi zəhmət olmasa buyur gəl. Puanlarını qeyd elə. Amma çox detallı şəkildə uzatma da, normal. Hə, deyim. İndi mahnı gələcək, çəkəməyəcəm. Mahnı dərindən olsa çəkəmirəm. Hüseyin, sizi gözləyirəm mən. Hə. Tabaku. Hə. Şimdi içeri girəndə çox xoş idi. Yəni Hə. xanım var idi içəridə. Hə. Qəşəng bizdən Qəşəng xanım var idi. Hə, elə xanım bizi verib. rahat Hə. şəkildə içəri saldı. Hə. Ondan əlavə yeməklər. Hə. Hə. Mən onu evə qoymuşam. Hə. Dayandı. Çıxaldı Hüseyin, hə. Tabaq haqqında danışmışdıq. Hı. Gəldik yeməklərə. Hə. Yemək baxımından biz 4 nəfərlik bir set sifariş elədik. Hə. 48 manat deyilmişdi, 52 manat gəldi. Niyəsə bilmirəm, nə olmuşdu ki? Servis haqqında olur da, hə. Servis haqqı üstə yerlə pul verdik. Hə, nə, orada nə pul 52 var? manatadan görə danışsaq, Ay, içindən içi nə? piyada nədir? Qara evə nə piyada? Ay girmiş ya. Açız belə az gəlir maşında nəsə. Hə, yəni yeməklər baxırsan 52 manata görə ortalama bir yemək şeyləri. Pulu xərclədiyinizə əminin maşına gedin. Talama yeməyi idi. Amma bəzi yeməklər var idi ki, həqiqətən soyuq gəlmişdi. Bu heç yaxşı. Ay Allah qoymadı uşaq ya. Bəzi yeməklər soyuq gəlmişdi. Bu burdadır, bura yaxındır ya. Heç bəyənmədim bu şeyi, amma yeməklər normal idi. Mən verərəm əlavə sayışımı. Onun üzərindən 6.5 verir. Doğru deməm buradır. Məkan da normaldır. 6.5 onun üzərindən. Dedim ya gəlsin hə. Süzdür sanki girsə mağazaya. Hə. Kimi seçib. Çəsənə. O da özüdür də yəni. Mən bax, su nə üçün? Mən nətər indi bax su var amma heç bir ləzzət eləmir. Şey yox da, özü. Soyuduş deyil. Bir də dostlar, gəlib bura elə nümunədir. Belə deyirik. Ay Allah, nə gözəldir bu qazan. Güya bu yemək pişirir. Güya bu yemək pişirir. Tam vidinə baxır, vidini bəyənir. Bu yemək Taksi gələcək. Düzdür? Elə bir şey yaraşır, nə? Qlamlar görünür ki, nə etsəm, yoxum dağlar. Qazlı su, özü kimi qazlı su. Yox, mənim qazım... Onda su iç. Yox, şey, elə kofe içək. Qanadlandırır. Vay güzel. 3.99 yəni 4 manat. Mən qərət eləyərəm, 4 manat Redbull'a verərəm. 2.50-də 3.50. Ən yaxşısı Heldi. boyun balacadır günlər, onun bir əmə birdən olar. Nə istəyirsən ay? Makko bir. Makko, çakko, fakko. Makko. Makko, Ha. bu da makko. Ha, odur makko. O yox. Bu qarası. Aha, qara deyil. Koreçini var. Hamıda belədir. Nə içirsən? Biz gözəliyik, bir də şey demə. Mən əslində çox şey içmək istəyirəm, amma indi bir şey içəcəm. O şey kimi danışdın, deyən deyəcəm, o danışmaya tanış gəlir. Gəl bura, gəl. Oy. Bu fitnessdir. Kim arıqlamaq istəyirsə bundan əmrləsin. Deməli qızlar, taksiyə gəldik. Biz də uşaqları evə yola saldıq. İndi də yollanırıq Cunlarla. Hara? Menajerim. Katyam mənim. Nereye gidiyoruz? Hara aparsam bilmirəm məni. Sen bana aparsan, ben sen yok. Mən sənə aparsam. Əhməd yapar. Gözlərinin rengine. Kapkarışındı. Neyse dostlar, gedirik Əhmədliyə özümüzə 200 dərs Mən ucuzluqdan. alacaqsa bugün sənin ad günündür. Bax bugün sənin ad günün. Sən mənə nə alacaqsan? Alo. Haydi. Setin getdi. Mən sənə alaram, bir dənə alaram. İstəmirəm, heç kimdən heç nə istəmirəm. Əslində işin Kartımı yaza bilərəm. 500-600 yığıqdır dostlar. 200, 300 hesablamışam. 100, 200, 300 bəyək, 200-də bir 500 yığıqdır. Birazdan qatlayacaq. O da nə istəyirdi? Mən də Heç gəlsin. kimə demirəm baxın.
Az gün də eləmirəm, heç kimə demirəm. Doğum Həvəsim gününü yoxdur. keçirsə 10.000-dən başlandım ağlaya. Yanlış gözdən Hər gün Kazımovanın ikinci versiyası. İnanmırsan. Deməli dostlar. Avtobusla gedərikcə sənə. Yox, gedəməzdim. Halım yoxdur. Yoxlayıram. yaman düşmüşük. Yəni, salamıram. Fikir verirəm YouTube-da səsli də, video yığanda. Belə nəfəsim kəsilir. Elə bir qaçıram. Yazır, bir normal həyallah, ciyərim konkret. Biz elə bir ki, toy aparsalar, 2 toyu yola verərik. Deyirəm, böçə sözünü kəsirəm. Mart-aprel ayına görədir. Yox. Qarnımız qaynayır. Yox. Heç əlaqəsi yoxdur. Mart-apreldə ömrümə mən arıq olmuş belimin qırıcısına görə. Ona görə məni şişirdi. Onunla. İynələ böçədir, mən də 207 oldum dərsi. Böçədir, 65 dəqiqə o sistemdən sonra elə oldum mən. O alerjiya, Allah'a and olsun. Qurana qədər də sistem köçdü, yaman şiş. Çökərmək başqa şeydir, şişmişəm. Bu deməli dostlar, 2 manat verdim, qaş açdırdım. Mənim Allah boynumu qırsın. Sənin dilin nəyvə yaraşır? Xəyəri orada məni triqaladı. Qaş açdırırdı rayonda. Sizə mən qaşı nə ilə açıblar? Mən həmişə açdırıram da saçımın rəngi dəyişəndə şey deyirəm, saçım rəngi dəyişəndə qaşımın rəngini də dəyişirəm də. Deyəndə danışıram da, sənlə danışıram, sən də hə deyə yola ver. Nəsə uzun sözün qısası bacılar. Qaşımı açdırdım. Elə oradaykən qızartı oldu da. Dedim indi bu normaldır da. Sizdə mən saç açan rəng yoxdur, dərman. Ən yüksək dozası ilə gətirib qaşımızı açıb. Bütün bu hər şey düşdü. Az heç nə düşməz, hə? Nəysə. Az yoxdur, bu nə gəzir? Bu da öz adına söz çıxardır. Dəhşətizm. Bu nə də öyle. Nəysə, kimdən danışıb, taksi, sürücüyə danışıb. Nəysə dostlar, bu hekayəni yarım çıxıram. İnşallah özümüz evdə bacı-bacı qeybət qırarıq. Çox pisdir, hə? Açı bilmirəm. Ad gün yox, elə. Azad gün keçirdirəm mən, elə paltar atım. Azıma gələn gözümə görüşəm. Axşam biz qərar verdik ki, durun gedirik harasa restorana. Onda başıma ev qaynar qazana tökərlər. Gedərəm, mən onu deyirəm də. Bax elə bu İndidən deyirəm, xeyr bax. 10.000 izləyicinin qabağında deyirəm. Gedə də bilərik, getməyə də bilərik. Yəni qərar görə götür. Hə. Yuxulayam. Restoran seçməmisən. Bir seçdim, birinə yazmışam dostlar. Da adını çəkmirəm o məkanın. Valla mən bir ay bundan qabaq orada ad günlədim. Bütün hamı lüf gəlmişdi ora. Allah'ın olsun. Yox, geyimə okeydən nəysə də indi Dekor başa düşürəm. kimya Sport geyimi icazə vermirdən normaldır. Yaxşı, razıyam. Biz siz nə yazıb dostlar? Yazıb ki, zərri tort olmasın. Mən də götürdüm ona, biz siz nə yazdım? Onu buraya yerləşdirəcəm. Onu buraya yerləşdirəcəm, baxarsınız. Ağzıma gələn gözümə görüşəm. Dedi ki, Yerləşdir. müdürümüzün deyəsən zərə allergiyası var. Düzdür dostlar. İndi yerləşdirəcəm, baxası. Yandım, yaxıldım da. Bilmədim nə deyim. İşlərin orada qoydun sözünə. Burada yaman probkadır. Bura hansı tərəf idi? Nəysə. Alatan buraya, təsə gəlmiş. 4 dəqiqə çəkdiyi. Əlim ağrıdı. Şeydir. Mənə düzür, elə yaraşır. Deməli qızlar, 25 manatda siz Allahın gözəlliyindən baxın. Kepkası da var. Nədir bu? Askılardır. Corabı da var. Nasıl deyirəm mən. Başqa rənglər də var, hə? Bu, çəhrayı, qırmızı. Yox, bardolu daha doğrusu. Bordol var, qara var, sini var, ağ var, Çox qəşəng. var. Mən hansını götürüm? Mavi də var. Mavi yox, mən istəyim mavi. Şunu nəyə götürüm səncə? Karis. Öz zövqüm var, şimdi. Karisini bir qəşəngdir, hə, elə bilirəm. Qara ilə karisini, hə, xərq deyirəm. Daltonu kimi rəs seçəm bunu. Daha qəşəngdir. Günlər beləsi də var, Neydi bunlar? Gülü. Bax, canıma qurban, canım, beləsi də var. O da gözəl. Məncə bu daha qəşəngdir. Amma orada bir tam açıq boz qəşəngdir. Elə mi? Hə, məncə də. Buna deyir. Baxın. Qızlar, böyük ehtimal bunu götürəcəm. Bacım, niyə belədir? Defektir. Sən ev yox şey düzəldək. Bunu götürəcəm qızlar, böyük ehtimalla. Sizcə yaxşıdır, yoxsa yox? Kepkası da var, kepkamız da. Hə, başıma yerləşər. Taxmıram, amma yəni tamam keçdi. Deməli qızlar, yəni sizə təzə sunka tapmışam. Siz Allah bilir nətər sunkadır. Tövbə estağfurullah. Çorpan var. Ha da deyirsən günlər. Nə Allah bacı qurban. Heç nə yoxdur. Qoy gedir. Kimdir?
toy gedir. Nereye gidiyoruz? Kablok ayağında uzun don, platya. Gedib nişana. Yox, elə bildim yaydı. Bax, bax. Deməli dostlar, günlər mənə deyir ki, axşam bunu giyin ad Sən niyə günündə. bunu giyin? Niyə çox sərin, sadə? Sən şık-şık. Axşamlar isti olur, özü endirimdədir. Hər şey su qiymətindədir dostlar. Dənizdə də bilmirəm. Bax siz alın. Bu düşüm Allah, ürəyim qopdu. Nə olarsan bu olar. Standart eyni modelləri görməkdən bezmişəm. Elə bir bütün Bakıda abekiyələri, paltar düşən işlədənlər elə bir gecə otururlar restoranda, yeyib içirlər, deyirlər ki, hamımız standart bu maldan vuraq. Bu nə dayı qız, bunu mən nətə geyinəm, sənət verəm ona, heç vaxt geyinəmirəm, arvası qoydum. Amma bu qəşəng idi. Sadəcə uzun qalar mənə, mən bu unçıqlıdır, yerə yaxınam. Mahnı da ki, qoymur danışaq. Niyə bantik pis ki? Gözəl. Baha Amma deyirsə. bahadır. Hədi gör, sərbəst şəkildə baha. Gəldə aparıram da səni. Hara aparsan, Mağazaya. Deməli qızlar, gəlmişəm. Saç sabitləyici alayım, yığanda saçımı rahat yığım deyə. O da maşallah gəlib probkaya düşmüşəm. Heç cürə keçə bilmirəm. Tıxaçdır. Nə alaq biz özümüzə? Ay qızlar. Həli dostlar, Cunlar nə eləyib? Özünə gedib kişat derinlə şort kofta alıb. Allaha and olsun, baxın, kişat deridir bura. Kişat derindən özünə. Sənə də kombinləyəcəm hər şeylə. Cunlarım, belə bir şey var. Mənim misal üçün 100 manadım var. Mən 100 manadıma mənə neçə kombin eləyə bilərsən? Sənə Hə. bu 10 dənə. Mənə Sənə 10 dənə. Cidden 10 dənə kombin eləyə bilərsən? mağazada. Şu mantdakı vaxtda alacağam. Deməli dostlar, sabahlarım Allahın izni elə bir video gələr. İnşallah sabah bu atı pərin işi olmaz. Yox, gözlərimin işi olmaz. Sabahlarım elə bir video gələ bilər. Bu gözümdə baxımda ki buralara tulladım da ki almam. Görürsünüz dostlar, belə insanlar da var həyatda. Qımqalağa daşa basın. Geydim bax. Oh. Material verim, 30. Ama 25 manat. Ama gece paltarı. Geç qabağa söyləyəcəm, göstərəcəm. Dodam quruyor. Al. Nasıl istiyorsan. Yox. Alarsan. Deməli dostlar, alış-veriş qurtarmır, qurtarmır. Güzgüdə özümüzə baxırıq. Aman tanrım. Damla. Oo, dayını səs qoymuyor. Deməli dostlar, saat neçədən çıxmışam çölə. Hərinin cadakı qıçalarımı hiss eləmirəm. Tənincə Amma yaman açıq qaldım özümə. 28 manat 58. Ay Allah, bura nə qəşəngdir qızlar. Gəlin bura. Orada bat. Ay Allah, hamını da reklam eləmək. İstəyirəm, ham bu. Arada günlər əlimdə qaldı. Bu quşlar orada qoyuraz. Günlər aldana. Ben seninle şaparam atı soracağım Allah. Az ye da ye, həm çıxına geçsin. Dami pasta, dami pasta. Az yemirəm, yox. Gedirəm evdə şey edəm, salat edəyəm, yeyəm. Ben Sezar salatı. Kimə Eş pidamızı da bayaq fikrim var idi, dişlərimi itiliyim. Oturum qənətdən biraz nə təqi yorulmam. Aynen. Ha, şu vaxtı. Alhamdulillah hacı. Bir de sen daşa pazlayacağım, gideyim ben. Nəsə məni. Ad Ben günüm bezme günü. ödür ad günümü. Neyinde zəhəkli tutup da ayağım var. Ortancıl başı var. Hadi gedək də taksi vur gedək. Mən burada video çəkirəm, çörək Ben qazanıram. ablamın mağazası. Hamınızı mən saxlayacağım. Deməli dostlar, dalaşan kimi deyirəm ki, çörək dizində camını mən saxlayıram. Vallahi da. Bana deyəcək səni deyir, indiyənə qədər mən saxlamışım. Yox, elə demirəm, biləm mən. Deyirsən, gəl bir səni. Ay gözəl qışma. Girin bacı bura. Xanaşqalar mağazası. Anne. Hala yırtırmıyor o kadar. Az duranı çalar mağazası, tövbə. Yeter. Bura harada. Şeyler var. Allah hamd Şöyle olsun. yerməkdən ayaqlarıma şey Ancaq gəl. sizə makyaj Ayaqlarıma alimlər su alamıyor. yığılacaqdı indi bu dəqiqə. Tamam. Mağraya girirsən, mağrada da bir dənə şalvar 80 manat. Cünlar yaman xarici stilli düşürsən, deyəmi bil. Olsa mən həm xarici sinirli. Nədir? 80 manatdan sən girək buraya elə sənin acıq var. Mən elə qızam ki. Girilə xoşduram ki. Gəl. Bu ne da az qocalar evidir bura. Allah'ım olsun yaman qoca var. Burada nə var ki? Ha, soğuk. Çok güzel değil mi? Olmaz. Özlərime bir şey. Bəlkə o qaşda ola bilər amma. Barka.
Ne? Çünkü Hadi kızlar, axır ki gəldik, çatdıq KFC-yə. Həqiqətən bu çorpan baş mən öldürüb. Bunun dajda dözüm yoxdur. Diyetimi pozdurdu. Sən demədin az bir də ki. Açığı yox, çox atmışam mən də. Elə bir ki, o maşın olur, tır itələnib xoda düşən. Allah hazır dözüm elə hiss edirəm. Tür, hə o da olur. Biliyorsun da içəridəysə qızımızı verən gələk. Gözəl. Hə, açıq qapını. Bunu mən açmalıyam. Yox, sən yox, özər. Deməli dostlar, siz Allah qoluma baxın. Damarıma qan getmir. Dünyanın üzünü çol qoymuşam. Ləlüyü kimi özümə. Bu neçədən qənət? 9 dənə qənət demişəm. Nə yanında su demişəm arkadaşlar. Nə də ki yanında şey demişəm. Ondan nədir? Sos. Bu da məni trikaliv sosdan heç nə yox. Anlamışam, sən də hər şey mənim üstümə asırsan. Yaxşı. Özdəki 10 saata vurub, seçib orada bir ton. İndi gələndə göstərəcəm. O da ki neçə elə gələr mən bilmirəm. Marjinal rəyim gedir. Aha getdi dakı. Yavaş-yavaş yıxıdın. Sən görə ağzım sulandı. Yeyək bilmişəm dişlərimizə çəkək. Gəlmir ki, aman tanrım, gəlmir. Çöldə də oturub mərbisi yoxdur. Deməli dostlar, günlər də özündən belə çox az bir miqdarda çox az. Az da nə üçün? Bu nədir be qabdaş yox? Hə, o da qənətdir, bu da qənətdir. Hə, çox azdır. Neçəlikdə o qənətdən neçə dənə var? 7, 6, 8 qənət bir dənə bu. Yox, yaxşıdır. Yəni bu səfər az idi. Deməli qızlar, belə bir özümə makasin corab aldım. Belə notun tanalisini aldım. 27 manat olmağına baxmayın, dərimə düşən tək tanalilərdən biridir. Sonra belə saç sabitləyicisi, belə qaş sabitləyicisi, bir də saç ətiri. Bunun da qiyməti 18 manat idi. 18 idi ya da 19, tam xatırlamıram, amma elə bir qiymət olmalıdır. Bir də sizə orada göstərdim ha, xanımın əlində, satdığın əlində ki, bunu mütləq götürəcəm, bir də bunu götürmüşəm. Yəni o boyda dünyanı gəz dolaş, ancaq bunları ala bilmişəm. Deməli qızlar, bunu Murat bir də ağzını, xeyli bir də nə olur, ağzını aç. Bunu açdım ki, vuram, belə qırıldı. İçi yürüldü, mənim bəxtim olsaydı nə var idi. Siz Allah buna. İmkan da vermirlər ki, orada açaq baxaq. Etməyəm 18 manatımdan, 19 manatımdan, nə bilim neçə idisə. Amma iyi, çox qəşəkdir, nə yalan deyim. Qalıcılığı da çox qəşəkdir. Deməli qızlar, bugün ad günüm olduğuna görə çox özəl giyinmişəm. Həqiqətən çox özəndim, çox gözəldim, çox qəşəng hazırlaşdım. Çox. Nə gözəl alır geyimim. Bugün ad günüm olduğuna görə qızlar, çox özəl geyindim, çox özəl hazırlaşdım. Dəhşət idim. Deməli dostlar, indi də gedirik. Sadət bir dənə baxım sən Allah. Sadət baxım xahiş edirəm. Sadət bugün ad Deyir mənim günüdür. gözüm yoxdur, hələ bax. Nə oldu? O məni bir şey deyir. Havadandır. Günlər mənə belə deyir. Günlərin oxtu sənin. Bu günləri bizdən. Bəli. Qamza həqiqətən deyirəm. Çox qəşəngdir. Çox gözəl. Elə bir ki dostlar, bunların ad günüdür, mənim də qara günüm. Baxanda bacım mən gözəl oluram. Şuraya qardaş bu. Aha şey. Ayda Nicki Minaj gəlib bu Amerikadan. Ayda Nicki Minaj gəlib. Gəl, ad günün mübarək günlər. Sağ ol. Təbrik Allah edirəm səni səni. xoşbəxt eləsin aşkım. Allah səni 95 yaşa qədər yaşatsın. 209. 95. Gəl, tərək edirik. Elə bil bugün mənim ad günümdür. Özənə özənə Həqiqətən ha, elə bil onun ad günüdür. özənə hazırlaşmışam, amma Aynur xanım heç Göstərmişəm paltarımı. sport dəstək edir. Aslında ad günü həvəs var. Həqiqət həvəsim yox da. Neynəmi, qocalımı qeyd edeyim mən burada. Yub deyim mi? İndi sən 30 yaşına Elə bunların sözünə görə eləmədim dostlar. Bir də gördüm 40 nə bilim nə alıb gətiriblər. Ay mənim ayağım sənin ayaqqabından təmizdir. Yəni deyim biləsən, Allah hamd olsun. Gəl altını qaldır baxaq. çox əsəbləşməyə məndən. Bundakı paletkası yoxdur. Sən ad günündə xeyli başa bir oynasızam. İmam suyun haqqı, yəni sən görərsən. özün mənim ad günümdə Aynur deyəm. Hə, səndə paletka yoxdur. Mən həmişə çaydan içək, xumurlanaq, xumarlanaq. Nəyə gəlim bura?
Abi sözü olan mənim başıma yığışsın. Bugün mənim günümdür, mənim başıma yığışın. Nəfəs keçsin. Daha günlerce benim beynimde de gördük. Ses geldi. Arıqlayacağız inşallah. Buradan çiğ mertebe. Hayale, seni verene min şükür, min şükür. Seni verene min şükür, min şükür. Dağlar var, buna nasıl dayanırım ben? Sakın ha, beni anlatmayasın aralarda. Bu hasreti bitir, tez ol özünü yitir. Ömrüme maral getir, geri dön. Dön ki gör sensizlik bir kara korku imiş. Hesap et ki olanlar hamısı yuhu imiş. Geri dön. Hem senden hem benden tarihin yüzü dönse ne olacak halımız? Bu eşkin odu sönse senden benim kimi hele de sevilsense. Deməli dostlar, bu günü də belə yekunlaşdırdıq. Artıq gedirik evə. Çox yorulmuşuq hər birimiz. Çox işləmişik. Günan, ən çox da sən yorulmuşsan. Süzdümü? Aman oynadın neyse. Deməli qızlar, artıq səsləndirmək məcburundayam. Çünki xəyallərin o TikTok mahnıları dayı mənə imkan vermir. Mən də onu yükləsəm, YouTube atqaz eləyəcək. Ona görə məcbur özüm səsləndirmək məcburunda qaldım. Daha doğrusu səsi alıb səsləndirmək məcburunda qaldım. Videonu yekunlaşdırıb sağollaşıram sizlə. Bir çoxunuz yazırsınız, təbrik edirsiniz. Çox minnətdaram. Allah sizin canınızı sağ eləsin. Mənə nə arzu edirsiniz, sizə onun 10 qatına arzu edirəm. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiniz. Hər biriniz mənim üçün dəyərlisiniz. Hər birinizi çox sevirəm. Allaha əmanət olun. Gələn videolara dək kanala abunə olmağı, yorum yazmağı, bildirişlər açmağı unutmayın.